Kimdə bel ağrısı varsa dayansın. Və yaxud ağrısı yoxdursa, heç olmasa videonu bəyənsin, paylaşsın ki, Allah üçün insanların qarşısına çıxsın. Bel ağrılarında, oynaq ağrılarında, ümumiyyətlə sinir sisteminə mükəmməl fayda verir Utindi yağı propolis. Çox gözəl, faydalı bir şeydir. Mən bunu dəfələrlə çəkib göstərmişəm. Allah üçün çəkmişəm ki, insanlar götürsün, istifadə eləsin. Xatırladım ki, miqrendə mükəmməl fayda verir. Sonra limfaların üzərinə nazik qatla çəkmək olar, faydalıdır. Zob düyünlərinin üzərinə nazik qatla, məsələn, xanımlarda süd vəzində kist olur, düyünlər olur, üzərinə nazik qatla çəkə bilərsiniz. Çox gözəl fayda verir. Qlandalar şişəndə çox gözəl fayda verir. Sonra qulaqda səs-küy, xışıltı, xırıltı ona gözəl fayda verir. Bax, kimdə belə problemlər varsa, inşallah istifadə etsin. Masaj üçün də çox gözəl fayda verir. Sonra üzdə olan ləkələrə gözəl fayda verir. Sızanaqlara gözəl fayda verir. Saç tökülməsindən əziyyət çəkən insanlara fayda verir. Məsələn üçün, bir dənə qaba tökürsünüz bundan, qəşəng əlinizi batırırsınız, vurursunuz, saç diblərini belə-belə masaj edirsiniz və 1 saat, 2 saatdan sonra da saçınızı yuyursunuz. Həftədə 2-3 dəfə eləyə bilərsiniz, çox gözəl fayda verir. Düzdür, deyəcəksiniz ki, sizin saçınız niyə belə seyrəkdir? Mən də ağır ximioterapiya keçirilən adamım, saç diblərim zədələndi. İndi mən də başlayacağam artıq vurmağa. Necə? Mən istəyirəm saçımı elə bir götüzdürəm tam olaraq. Ondan sonra başlayam. İnşallah elə eləyəcəm. Bir neçə gündən sonra başlayacağam mən də. Sonra qlandaları dedim. Mənim inanın ki, qulağımda səs-küy var idi neçə il. Mən ona tökdüm, bir xeylaq tökdüm. Əslində bu 3 ay 4 ay istifadə olunmalıdır. Və bizi xəstəliklərdən də qoruyur. Tökdüm, məndən təsəvvür ki, bax belə böyük bir şey gəldi, töküldü də, probka deyirlər ona. Onunla canım qurtardı mənim. Sonra demək, qlandaları da çox gözəl dediyim kimi fayda verir. Yəni deyərəm ki, çox xəstəliklərdə, bax mənim yoldaşımda oynaq ağrıları var idi. İnanın ki, çox gözəl fayda verdi ona. Çox həqiqətən də, yəni çox şeylərdən istifadə elədik, olmadı, amma Utindi yağı çox gözəl fayda verdi. Belə, Allah razı olsun ki, yəni bunu kəşf ediblər, çıxartıblar ortalığa ki, yəni insanlar istifadə eləsin. Ümumiyyətlə, Utindinin bütün məhsulları faydalıdır. Utindi tozu mükəmməl fayda verir insan orqanizminə. Sonra, ümumiyyətlə, mən bir dənə Utindi dozundan da biraz danışmaq istəyirəm. Utindi bizə nə fayda verir, ziyanları da nə ola bilər, ondan da biraz danışmaq istəyirəm. Demək, bizim birinci növbədə bədənimizdə olan düyünlərə, kistalara, məsələn üçün xanımlarda miyomalara çox mükəmməl fayda verir, çox mükəmməl. Limfalara çox gözəl fayda verir, zob düyünlərinin əridilməsində, ümumiyyətlə zobu çalışmasında, gözəl çalışmasında mükəmməl fayda verir. Deyərəm ki, bütün zob xəstəliklərində fayda verir, amma içilmə qaydası bütün xəstəliklər üçün ortalama ən gözəli budur ki, ziyanlıq olmasın deyə deyirəm, səhər axşam 1 çay qaşığı. Bu kifayətdir. Düzdür, 3 dəfə də içmək olar, amma səhər axşam 1 çay qaşığı çox gözəl fayda verir. Sonra qanı duruldur, damarları elastik eləyir, ürəyin atım fraksiyasını gücləndirir. Məsələn, onkoloji xəstəlikdə mükəmməl fayda verir, hər birinizə tövsiyə edirəm. Və prostata mükəmməl fayda verir, böyrəklərə mükəmməl fayda verir. Zaman keçdikcə böyrəkdə və ötdə olan daşlar yavaş-yavaş əridir. Zaman keçdikcə, uzun müddət istifadə olunanda. Və tükənməz faydası var. Ümumiyyətlə, beyinə çox gözəl fayda, beyin qan dövranını düzəldir. Və s. tükənməz faydalıdır. Şəkərin özünə o qədər gözəl fayda verir ki, şəkər xəstələrinə tövsiyə edirəm ki, ışqın sirkəsini yanaşı olaraq içsinlər Utindi ilə. Demək, yan təsirləri nədir? Yüksək təzyiqdən əziyyət çəkən insanlarda təzyiqi qaldıra bilər. O, adi insanlarda qaldırmır bu. Yüksək təzyiqdən əziyyət çəkən insanlarda təzyiqin yüngülcə qaldıra bilər. O zaman da siz, məsələn, alma sirkəli su için, məsələn, limon suyu için, təzyiqi salan, məsələn, bitkilərdən, yəni içməlisiniz də, Utindi sizə fayda verir deyə deyirəm. Melisa, məsələn, təzyiqi salır, damotu təzyiqi salır, itburnu təzyiqi salır. Məsələn, belə, yəni sidik qovucu bitkilər də təzyiqi salır. Çöl qatır quyruğudur, məsələn, bundan istifadə edə bilərsiniz. Bu da, məsələn, gilas saplağıdır. Bunlar, yəni sidik qovucu olduğu üçün bunlar təzyiqi salır.
Nəsə də yəni lazım olsa istifadə eləyərsən. Ona görə dedim mən sizə. Bir də mədəsində yara, xora olan insanlar biraz diqqət eləsinlər. O insanlar məsləhət görürəm ki, ilk öncə mədə-bağırsaq sistemini sağaltsınlar. Yəni 15 günə, 20 günə bir ay sağalda bilərsə, sonra etsinlər. Və yaxud da ki, ehtiyatla yeməkdən 1 saat sonra 1 çay qaşığı ağız atıb 1 stəkan su ilə içilir. Yəni budur. Başqa yəni böyük bunu, yəni bunun problem yaradası və yaxud ziyan eləyəsi bir şey yoxdur. Utindi tozundan söhbət edirəm. Və insan orqanizminə mükəmməl fayda verir. Allah hamd olsun. Nə bilim, möcüzədir o. Sonra utindi şərbətidir. Həqiqətən də bir nemətdir. Çox gözəl immun sistemin həm uşaqlarda, həm öskürəkdə çox gözəl fayda verir. Həm uşaqlarınız, həm özünüz istifadə edə bilərsiniz inşallah. Belə sağ olun, var olun. Allah bütün xəstələrə şəfa versin. Xatırlatma elədim ki, yəni utindi bir nemətdir. Hər biriniz istifadə edə bilərsiniz. Ümumiyyətlə bizi xəstəliklərdən qoruyur. Bax, qış aylarında bunda hər birinizin evində olsun ki, hər burun dərinə işə gedirsinizsə, 2-3 damcı tökün və gedin işinizin, gücünüzün dalıcan inşallah. Xəstəliklərdən bizi qoruyur. Çünki qış aylarında xəstəliklər olur da, çox olur. Yəni bizim evimizdə olmalıdır, bizi qoruyur xəstəliklərdən Allahın izni ilə. Belə, sağ olun, var olun. Özünüzdən müğayət olun, çalışın, sağlam olun ki, ümumiyyətlə sağlamlıq bir nemətdir. Xalqa, dövlətə, cəmiyyətə sağlam insan lazımdır təbii ki. Xəstə insan yox, xəstə insan onsuz xəstənin insanlara nə faydası olacaq? Öz-özünə başı qarışacaq. Sağlam insan isə xalqa, cəmiyyətə faydalı olur. Çox sağ olun, var olun.